Dostlar salam, hər vaxtınız xeyir olsun. Bugün artıq Footprint'e giriş edəcəyik. Ondan öncə Footprint'in yaranma prinsipini anlamağınız üçün sizə marketin mexanizmasını sadə dildə izah edə biləcəyim ən sadə dildə izah etməyə çalışacağım. Deməli, market əvvəlki dərslərdə bildiyiniz kimi auksion bazar nəzəriyyəsi əsasında formalaşır. Yəni bazarda alıcılar var. Bunun terminoloji adı bid yazılır. Yəni bid ask görəndə birinin alıcı ilə satıcıdır. Alıcılar, satıcılar, mümkün qədər ucuz almaq istəyən alıcılar, yəni nə qədər aşağı qiymətini almaq istəsələr, alıcılar o qədər karlıdır onlar üçün. Satıcılardan maksimum baha qiymətdən satmaq istəyirlər və qiymət isə bu iki tərəfin razılaşdığı nöqtədə formalaşır. Yəni razılaşma yoxdursa qiymət yaranmır, hərəkət eləmir. Bazarda daimi iki şey formalaşır. Yəni qiymət kəşfi, price discovery, yəni yeni dəyər axtarılır və ikinci şeydə dəyəri qəbul etmə, yəni müəyyən qiymət aralığında sabitləşir. Yəni həmin dəyəri ədalətli qiymət olaraq qəbul edilir və orada alqı-satqını gerçəkləşdirirlər. Yəni alanla satanın orderləri burada birləşir. Deməli, daha sonra auksion market teorisinin üstünlükləri nədir? Qiymətin harda əməliyyat etməyə dəyər olduğunu göstərir. Böyük oyunçular zaten bilmirsinizsə bunu mütləq şəkildə kanaldakı auksion bazar nəzəriyyəsi AMT dərslərini mütləq şəkildə izləyin. Auksion market teorisində bazar bir auksiondur. Qiymət daimi ədalətli dəyəri tapmağa çalışır. Və buradakı iştirakçılar necə olur? Yəni bir rəsmin, yəni portretin hər razında qiymət yüksəlir. Çünki alıcılar getdikcə daha yüksək qiymətlər ödəməyə hazır olurlar. Ta ki dirənənə qədər ən son təklifi kim verirsə, o da alır həmin məhsulu. Və bizim normalda gördüyümüz qrafiklər bu şəkildədir. Yəni şam qrafikləri, şam göstəriciləri tərəfindən verilən qrafikdə biz keçmişdə qiymətin hansı səviyyədən hansı şəkildə düşdüyünü, qalxdığını, hansı qiymət səviyyələrinə getdiyini görə bilirik və ən son şam, yəni inkişaf edən şam, bağlanmamış şam qiymətinin hazırda harda olduğunu göstərir və hazırdan sonra nə edəcəyini göstərir. Yəni şam yüksəlməyə başlayanda deməli artıq qiymət yüksək qiymətləri qəbul etməyə başlayır və orada işləm görür. Hansı səviyyədə işləm görürsə, bu vizuallaşdırır həmin qiymət səviyyələrini. Yəni biz bura baxanda görürük ki, filan tarixdə, filan saatda qiymət 79.90 səviyyəsindən işləm görüb. Məsələn, filan tarixdə nə edibdi? Gəlib 80.90 səviyyəsindən işləm görüb. Buralarda görürük ki, qiymət daha da yüksək qiymət səviyyələrindən işləm görübdür. Və burada qiymət səviyyəsində, yəni bazarın olduğu, baxın burada qiymətin olduğu ən son nöqtəni göstərir. Bax bu. Qiymət hazırda filan qiymətdəndir. Bu market qiymətidir. Yəni anlıq olaraq marketin olduğu qiyməti göstərir. Və bir də ki, buradakı qiymət səviyyələrdə, yəni qiymətin gedə biləcəyi qiymət səviyyələrdə aşağı yaxud da yuxarı. Və bu gedə biləcəyi yerlərdə də limit orderlər olur. Yəni gözləyən orderlər. Ümumiyyətlə bazarda iki iştirakçı var. Biri pasiv iştirakçıdır, biri aqressiv iştirakçıdır. Pasiv iştirakçı kimdir? Sadə dildə limit order atanlar, yəni gözləyən əmr qoyanlar pasiv iştirakçılardır. Aqressivlər də gözləmirlər. Deyirlər qiymət hardadırsa, oradan da mənim əməliyyatım açılsın. Fərqi yoxdur mənim üçün. Yəni onlar üçün qiymətin neçə olduğunun əhəmiyyəti yoxdur. Onlar deyir ki, mənim üçün okeydir, buradan almaq istəyirəm, yaxud da satmaq istəyirəm. Amma elə insanlar da var ki, deyirlər ki, mən qiymət bura gəlməsə, mən trade eləmək istəmirəm. Əmrini qoyur bura, qiymət nə vaxt ora çatsa, o zaman bunun orderi açılacaq. Çatmasa ümumiyyətlə açılmayacaq. Yaxud da deyir, bura qoyuram, mən buradan almaq istəyirəm. Qiymət nə vaxt ki gəlib çatsa bura, o həmin qiymət səviyyəsində orderim aktivləşsin. Yəni pasiv iştirakçılar və aqressiv iştirakçılar. Aqressiv nə edir? Deyir ki, bay, məsələn burada açıldı orderlər onun, qiymət hardadırsa. Və bunların orderini də şey deyir, pasivlə aqressivin orderi bərabərləşir və silinir. Bunlar bərabərləşməsə bazara yansımır. Bunu kim bərabərləşdirir? Market makerlar, algoritmalar bu market orderləri, passivlərin orderləri ilə birləşdirir ki, qiymət hərəkət eləsin. Baxın, bu hissəni biraz vizuallaşdıracaq. Burada məsələn deyək ki, qiymət görsənir. Həmin qiymət səviyyəsində neçə kontrakt limit order olduğunu görə bilir. Məsələn, burada limit orderlər var, burada limit orderlər var. Burada passiv sellerlərdir, yuxarıdakılar. Yəni market hazırda hardadırsa, onun üstündəki. Deyək ki, market buradadır da.
Hazırki olduğu qiymət buradadır. Bunun üstündəkilər pasiv satıcılardır. Yəni limit orderlərini qoyublar ki, bu qiymət yüksəlsə buradan satım. Onun altındakılar da nədir? Bid. Yəni buy limitlər, pasiv alıcılar. Bura askdır yuxarı, burada biddir. Bu aşağıda da yazmışam zaten. Soldakı bənövşəyi hissə ask, satış limitləri, pasiv sellerlər göstərir. Aşağıdakı yaşıl hissə isə, bu hissə isə bid, yəni alış limitlərini göstərir. Ən yaxşı ask, yəni marketin olduğu qiymət səviyyəsi hardadırsa, onun üstündəki ilk limit gözləyən əmr, gözləyən limit əmri, satış əmri best ask, yəni ən yaxşı satış limit orderidir. Onun altındakı da ilk alış limit orderi bid, best bid adlanır. Yəni ən yaxın gedə biləcəyi ən yaxşı marketdən açılan ilk order bunlarla birləşdirilir və silinir. Məsələn, burada 101 qiymət səviyyəsində görürük ki, 5 kontrakt gözləyən limit orderi var. 102-də 7 kontrakt gözləyən sell limit orderi var. Məsələn, 105-də 11 kontraktlıq sell limit orderi var. Aşağıda 96-da gözləyən 7 kontraktlıq buy limit orderi var. Və deyək ki, market order, aqressiv iştirakçı order açır da, bazardan gözləmir. Olduğu qiymət səviyyəsində order açır. Bunu da market maker tarazlamalıdır. Bu gözləyən limitlərlə birləşdirməli. Deyək ki, 5 kontrakt, baxın, aqressiv order açısı bazardan. Deyək ki, 5 kontrakt order açıram. Bunu avtomatik olaraq nə edir? Gəlir, tarazlaşdırır. Buradakı 5 kontrakt 101 qiymətindəki 5 kontraktla tarazladı. Artıq bu gözləyən limit 5 orderin hamısı qarşılandığı üçün market tərəfindən, baxın, aqressivin orderi 5-dir. Bunu da burada gözləyən orderi 5 idi. Bunlar artıq tarazlaşdı, düşdü footprint qrafikinə. Yəni footprint görəndə görəsiniz. Artıq qiymət icra olundu. Bu 5 kontrakt artıq burada silindi, yox oldu. Çünki niyə qarşılandı market order? Aqressivlə pasiv birləşdi. Burada artıq limit order qalmadı bu səviyyədə. Artıq qiymət həmin səviyyədədir. 101-də artıq 5 açıldı. 5 ilə burada qarşılandı. 101 qiymət səviyyəsində orada oldu. Yəni şam qrafikdə görürsünüz ki, artıq qiymət 101 səviyyəsindədir. Sonra nə olur? Sonra 4 kontraktlıq order gəlir və bu aşağıdakı 4 ilə qarşılandı və qiymət 100-ə düşdü artıq. 101-də idi, 100-ə düşdü. Şam qrafikdə belə görsənir. 4, 4. İkisi də bərabərdirmi? Silindi. Daha sonra həmin yer 0 oldu. Daha sonra 2 kontraktlıq, baxın. Yuxarıda 7 var da, görürsünüz. 7 kontrakt 102-dədir. Daha sonra 2 kontraktlıq market order gəlir. Həmin o 7 kontraktın ikisi silinir. Orada 5 qalır təkcə. 5 limit order. Gözləyən 5 qalır. Çünki niyə? 2 uyğunlaşdı artıq. Bazarda uyğunlaşdı. Passivlə aqressivin orderi bərabərləşdirilir market tərəfindən və qiymət yüksəldi həmin qiymət səviyyəsinə. Şam qrafikdə də belə görsənir. Artıq qiymət 102-dədir. Sonra nəyimiz var? Sonra baxırıq ki, burada 2 qaldı, burada 3 qaldı. Aşağıda da 5 var. Daha sonra bazara 9 kontraktlıq market orderi düşür. 2, 3, 5 qalmışdı da. Baxın, 2 də silinir, 3 də silinir. 5 getdi, 9-un 5-i getdi, 4-ü qaldı. 4-dəki burada qalan 5-dən silinir. Həmin 99 səviyyəsində təkcə 1 kontrakt artıq gözləyən limit order qalır. Niyə? Çünki həmin səviyyədə əvvəl 5 idi. Baxın, 9 gələndən sonra 2 getdi, 3 getdi. Neçə oldu toplam? 5. 9-dan 5-in çıxanda 4 qalır. Artıq növbəti qiymət səviyyəsindəki orderlərlə translayacaq. 5-dən də 4-ünü çıxırıq, 1 qalır. Və qiymət artıq düşdü ora kimi. Bütün aqressivlərin orderləri bazar tərəfindən limit orderlərlə uyğunlaşdırıldı. Və footprint qrafikində də biz həmin şamın içini görürük. İçində də bu passivlə aqressivin market maker tərəfindən artıq icra olunmuş, birləşdirilmiş orderlərin biz footprintdə görürük. Yəni bu limit orderlər 11 yazılıb məsələn 105 səviyyəsində. Buna əlavə eləyib ya da əksildə bilər. Bunu 20-yə qaldırıb yaxud da 11-in hamısını geri çəkə bilər, silə bilər. Bunlar dəqiq deyil ki, həmişə burada 10 qalacaq, 20 qalacaq limit orderlər. Amma artıq aqressivlə market orderlə limitlər artıq uyğunlaşdırılıb, bazara düşdüyü, footprintə düşdüyü rəqəmlər heç vaxt təzədən dəyişdirilə bilməz. Bunlar artıq olmuş, bitmiş hərəkətlərdir. Heç bir manipulyasiya da edilə bilməzlər footprint qrafikində. Yəni biz baxırıq ki, filan qiymət səviyyəsində nə qədər satış olubdur, nə qədər alış olubdur. Bunlar hamısı bizə artıq olmuş, bitmiş, icra olunmuş orderləri görməyimizə imkan yaradır. Və həmin qiymətdəki alıcı ilə satıcını toplayırıq. Toplam kontraktlar həmin qiymət səviyyəsinin volumunu göstərir. Məsələn, 0,2. Nə oldu?
alışla satış. Satış 0'dır, alış 2'dir. Toplam 2 volümdür. Satış 2'dir, alış 5 kontraktdır. Həmin qiymət səviyyəsinin toplam volümü 7'dir. Bura 0, 7 neçə elədir? 7 toplam volümü 7 kontraktdır. Aşağıda da satış 4'dür. Alış da 0'dır və həmin qiymət səviyyəsinin toplam volümü, həcmi 4'dür. Belə DOM məsələn görmüsünüzsə, DOM-dakı bura marketin olduğu qiymətdir. Yuxarıda gözləyən orderləri göstərir, aşağıda da gözləyən alış limit orderlərini göstərir. Əgər marketin olduğu, baxın, best bid ilə best ask arasındakı məsafə boşluq olursa, həmin yer spread adlanır. Yəni spread nə qədər böyük olursa, trade eləmək o qədər də əlverişli deyil. Niyə? Çünki likvidlik azdır. Likvid nədir? Rahat alınıb satıla bilən bazarlar. Yəni market orderlərlə limit orderlər asanlıqla uyğunlaşdırıla bilirsə, həmin bazarlar likvid bazarlardır və həmin bazarda spread demək olar ki, yox kimi olur. Çox bir tikli, iki tikli spread olur. Əgər bazarda likvidlik azdırsa, yəni market orderlər qarşılaşa bilmirsə, çox çətinliklə qarşılaşdırırsa, iştirakçı azdırsa, bu zaman spread də böyük olur. Gəlin indi artıq bazarın işləmə prinsipini təxmini bildiyinizdə görə keçək footprint qrafiklərinin dərsinə. Footprint nədir dərsimizdə keçək. Gəldim bura. Footprint. Footprint nədir? Bazar iştirakçıları və işləmə mexanizmini zaten danışmışdıq. İndi gəlin baxaq. Footprint hər bir qiymət səviyyəsində nə qədər alış və nə qədər satış əməliyyatlarının baş verdiyini göstərən xüsusi bir vizuallaşdırma üsuludur. Adi şamlarda biz yalnız açılışını, bağlanışını, qiymətin maksimum getdiyi nöqtənin fitillərini və minimum getdiyi nöqtəni görə bilirik. Lakin footprint bizə aqressiv alıcılar və satıcılar arasındakı mübarizəni görməyə imkan yaradır. Footprintin əsas komponentləri nədir? Bid və ask. Burada məsələn bid ask nədir? Sol tərəfdəki rəqəmlər footprint qrafikində bir dəqiqə. Footprint qrafikində soldakı rəqəmlər satışı təmsil edir, sağdakılar da alışı təmsil edir. Baxın, biz nə demişdik? Limit orderlərdən gözləyənləri satış orderləri, limit orderləri ask adlanırdı demişdik. ASK. Aşağıdakılar da bid adlanır. Amma footprintdə satış tərəfi bid adlanır. Alış tərəfi isə nə adlanır? Ask. Niyə? Çünki bu o deməkdir ki, qiymət yüksəlirsə, məsələn burada da qiymət yüksələ gedəndə nə edir? Buradakı satış, yəni askın orderləri qarşılanır da, bu aqressivin orderləri ilə limit orderləri qarşılaşanda. Yəni market orderlər market buy amma limit sell orderlər qarşılanır. Baxın ask qarşılaşanda nə olur? Qiymət yüksəlir. Ona görə footprintin sağ tərəfindəki alış hissəsi, yəni alış yüksəlir, alıcılar alır, buradakı orderləri alırlar. Satıcıların orderlərini. Ona görə bu tərəf askda, yəni çox adamın başı burada qarışır. Termin o qədər də fikir verməyin. Yəni sadəcə məntiqlə bilin ki, footprintin sağ tərəfi alıcıları təmsil edir, sol tərəfi isə satıcıların gücünü göstərir bizə. Bura niyə biddir? Niyə? Çünki qiymət düşməyə başlayanda nə edir? Buradakı alış limit orderləri bidlə uyğunlaşır da, market orderləri. Ona görə də satış prosesində digər adda bid görə bilərsiniz. Ask və bid. Belə. İmbalans isə bir tərəfin digər tərəfdən kəskin üstün olduğunu göstərir. Məsələn, alıcılar satıcılardan 300% çox olduqda yaranır, ya da satıcılar alıcılardan 300% çox olduqda yaranır. Bunlar da irəliləyən dərslərdə, videolarda görəsiniz. Bir də point of control. Ən çox, şamın içindəki ən çox həzmin icra olunduğu qiymət tək bir qiymət səviyyəsini göstərir. Bunu da zaten avtomatik olaraq footprint template'imizdə sarı qızılı xəttdə göstərir. Həmin şamın içindəki ən çox həcmin olduğu yeri, ən çox maraq göstərildiyi zonanı göstərir. Sonra ən çox istifadə olunan footprint candle növləri bunlardır. Bid ask footprint. Biz demək olar ki, sizə verdiyim template budur. Bid ask footprint. Volume footprint'te istifadə edənlər var. Sadəcə hər qiymət səviyyəsindəki şam daxilindəki həcmi göstərir və delta footprint nədir?
hər qiymət səviyyəsindəki şam daxilindəki deltanı göstərir. İndi bunların hamısını görərsiniz. Bid ask footprint nədir? Diagonal oxuma məntiqinin əsas olduğu növdür. Şamın sol tərəfində bid, sağ tərəfində isə ask alışlar rəqəmlərlə göstərilir. Nəyi göstərir? Aqressiv alıcı və satıcının bir-birinə qarşı olan gücünü harda istifadə olunur? İmbalans tapmaq və giriş nöqtəsini təyin etmək üçün istifadə olunur. Sadəcə burada bid ask göstərir. Yəni satış tərəf budur, sol tərəf, alış tərəfimiz də sağ tərəfdir. Yəni baxın, bu qiymət səviyyəsində 10 kontrakt artıq icra olunubdur. Burada isə satış orderi icra olunubdur. Burada alış 18, satış 14, 18. Bunların indi deltasını tapmaqdadır. Görəsiniz. Daha sonra volume footprint nədir? Volume footprintdə isə bid ask ayrı-ayrı göstərilmir. Hər iki qiymət səviyyəsində toplayırlar. Cəm olaraq göstərir tək bir qiymət kimi. Məsələn, burada baxın, bid ask footprintdə eyni şey görəsiniz. Bax 0,1 neçə elədi toplayanda? Bunun opşi, bu şamın həcm olaraq burada bid ask göstərir. Hamısını ayrı-ayrılıqda göstərir. Bunlara həcm olaraq baxsaq, bu şamın həcm footprintə baxsaq nə olardı? Məsələn, 0,1 gəndə neçə edir? Bu qiymət səviyyəsində 0,1 kontrakt toplayanda toplam bir kontrakt, həm satış, həm alış, toplam bir kontrakt icra olunubdur. Sonra 7 ilə 10, satış 7 icra olunubdur, alış 10, toplam 17. 18, 14 nə qədər olur? Toplamda 32 kontrakt. 32 kontrakt icra olunubdur bu qiymət səviyyəsində. 1-1 neçə oldu? 2 kontrakt. 10-dan 0 toplam cəmi 10 kontrakt eləyir. İndi baxın, bu şamın volume footprint qrafikinə keçsəm, baxın 1, 17, 32, 2, 10. Keçirəm bu tərəfə. 1, 17, 32, 2, 10. Yəni volume footprint bizə hər iki tərəfin həmin qiymət səviyyəsindəki cəmini göstərir. Həcmin ən çox icra olunduğu, satış, alış fərq eləmir. İkisini də toplayır. Toplam marağın olduğu hissəni göstərir bizə ki, ən çox həcm harda icra olunubdur. Bizə bazarın ən çox hansı qiymətdə maraqlı olduğunu göstərir. Əsas nöqtə şamın içində olan ən böyük rəqəmin olduğu yer POC, Point of Control adlanır. İstifadəsi əgər qiymət böyük həcmli bir zonadan keçə bilmirsə, orada güclü bir divar, dəstək müqavimət var. Deməkdir, adətən bu ən həcmli olan yerlərdən reject deyib dəstək direnç görəvi kimi istifadə edə bilərsiniz. Bir də nəyimiz var? Delta footprint. Bu da delta footprint tamamilə alışla satışın arasındakı fərqi göstərir bizə. Sol tərəfdən, daha doğrusu sağ tərəfdən çıxırıq həmişə sol tərəfi. Baxın, burada necə olur? Gəlin yenə göstərim. Bid ask, hamısının əslində bid askını tapmaq olur. Tək bid askı sadələşdirirlər sadəcə orada. Burada məsələn, deltasını tapmaq istəsək bu şamın nəyinə baxarıq? Yaxud elə bu şamdan hamısını onu şamın üstə göstərməyək. Bu şamdan baxaq. Bu şamın deltasını tapmağa çalışaq. Sonra delta qrafikini görəsiniz. Baxın, deltası tapılanda, hər bir delta footprint şamı tapılanda burada birinci alış tərəfdən çıxırıq satış tərəfini neçə eləyirsə həmin şey olur. Məsələn 5 çıx 0 neçə edir? 5. Düzdürmü? Beləyim. 5 delta oldu bu qiymət səviyyəsində, müsbət 5. Sonra 23 çıx 24 mənfi 1 delta. Çünki satıcıların baskın olduğunu görürük həmin qiymət səviyyəsində. Sonra 17 və 4 sağ tərəfdən çıxırıq sol tərəfi, 4 çıx 17 bərabərdir mənfi 13. Sonra 7 çıx 13 nə qədər eləyir? Mənfi 6. Satıcılar baskındır bu qiymət səviyyəsində. Bir dənə yuxarıda alıcılar pozitiv qalıb və 0 çıx 9 mənfi 9 eləyir. İndi gəlin baxaq görək. Delta footprintində 5 mənfi 1 mənfi 13 6 9'u görəcəyik bunları. 5 mənfi 1 mənfi 13 mənfi 6 və mənfi 9. Yəni hamısını bid ask footprintdə görə bilirik. Sadəcə burada özümüz toplamırıq. Bunları hamısını göstərir bizə. Biz olaraq. Nəyə göstərir? Həmin qiymətdə kimin qalib gəldiyini göstərir. Alıcıların mı yoxsa satıcıların mı üstünlük qoyduğunu görə bilirik. Məsələn bu qiymət səviyyəsində görürük ki, mənfi 117 delta ilə daha satıcılar baskındır.
və bunu irəlidə həm reversalları, həm də contractionları görmək üçün, absorption proseslərini görmək üçün istifadə edəcəyik footprintləri. Hələ ki bunları bilin ki, nə üçün istifadə olunur, onların hamısını göstərəcəyik zaten sonra. Footprinti nə üçün istifadə edəcəyik? Bazarın nəbzini tutmaq, aqressiyanı görmək üçün, yəni zaten bilirsiniz ki, burada limit orderlər deyil. Bunlar hamısı aqressivlərin orderləridir. Market buy və market seller orderləridir. Yəni uyğunlaşıb artıq limitlərdən düşüb bazara. Footprint sayəsində aqressiyanı görə bilirik. Alıcılar həqiqətən güclüdürmü, yoxsa satıcılar güclüdürmü, qiyməti apara bilirlər, bu qədər həcm gəlir, aqressivlik var, qiymət gedirmi, getmirmi, bunları görəcəyik. Qırılmaların fake olduğunu görəcəyik, yoxsa real həqiqətən də baskı olub qırılma gəlib, yoxsa yox. Sadəcə az həcmlə qırılma gəlibsə, bu fake olma ehtimalı var. Udulmaları, absorptionları, tələləri, bunları tapmağa kömək eləyir və dəqiq giriş və stop nöqtələrini yerləşdirməyimizə kömək eləyir footprint qrafikləri. Delta nədir? Bəs az öncə şamın hər qiymət səviyyəsindəki delta footprinti danışdıq. Bir də ümumi tək bir şamın deltası nədir? Bunu tapmağın yolu var. Bunları hesablamayasınız heç biriniz. Atası da hamısını göstərəcək. Sadəcə bu dərsdə nəyə görə burada -99-dur, burada 6-dır. Bunların yaranmasının mexanizmasını izah edirəm ki, kör-körənə bilməyəsiniz. Bunları zaten hesablamayasınız heç vaxt. Sadəcə bu dərsdə dediyim kimi mənasını izah edirəm. Baxın, deyək ki, bir şamın deltasını tapmaq istəsək nə edirik? Bir şamın deltasını tapmaq üçün deyək ki, baxın gəlir bura. Bu şamın deltasını tapaq. Neçədir? -20. Bu -20 necə yaranır sizdə? Deməli, ilk öncə şamın bu tərəfdəki satış orderlərinin hamısını toplayırıq. 0 üstə gəl 0 39 22 4. Nə qədər elədi bu? 39 üstə gəl. Riyaziyyatım error verdi. 39 40 61 65. Bura 65 satış oldu. 65. Bu tərəfdə də alış tərəfidir. Nə qədər alış kontraktımız var? Burada aşağıda 65 satışımız var idi. 2 11 13 33 39 45. 45 də bizim alış kontraktımız var və ikisini toplayandan sonra satışı alış tapandan sonra da alışdan satışın ümumi alışdan ümumi satışı çıxırıq 45 çıx 65 bərabərdir -20. Satıcılar həmin şam daxilində, satıcılar opşi daha baskın olub və görürük ki, burada da həmin o -20-ni göstərir bizə. Bu tərəflərdə oxuyarsınız. Burada yazmışam yazılar. Onlar da oxuyarsınız. Deməli, daha sonra delta bizə nə edir? Delta sadəcə rəqəm kimi deyil, bir hekayə kimi oxumalısan. Yəni güclü trend, qiymət qalxır və deltada böyük müsbət rəqəmlər göstərsə, yəni hər şey qaydasındadır. Alıcılar həqiqətən aqressivdir və qiyməti yuxarı itələyirlər. Tükənmə nədir? Qiymət yeni bir zirvəyə qalxır, amma delta yavaş-yavaş kiçilir. Yəni qiymət arta-arta gedir, deltalar düşə-düşə gedir. Bu demək ki, tükəniş baş verir, reversalda yüksək ehtimallıdır. Orada dönə biləcəyi bir yer varsa ehtiyatlı olmaq lazımdır. Yaxud da oradan artıq plan hazırlamaq lazımdır ki, aşağı gedə bilərik. Daha sonra divergensiya üçün qiymət aşağı düşür, amma delta müsbətdir. Məsələn, burada bir bit yeniyi var. Satıcılar aqressiv satsalar da böyük alıcı limit buyer bütün satışları qarşılayır və qiymətin düşməsinə imkan vermir. Bu da absorption udulma deyilir. Tezliklə qiymət kəskin yuxarı qalxma ehtimalı yüksəkdir. Yəni belə şeylər də var. Məsələn, burada görə bilərik. Baxın. Footprint qrafikində görəsiniz. Şam deyək ki, yüksəliş şamıdır. Baxın, yüksəliş şamıdır. Yaşlı rəhdədir, göy rəhdədir yaxud. Amma deltasına baxasınız aşağıdakı -1K. Deyəsiniz ki, bu 1K satış olubsa, market orderlər daha baskında satıcılar. Bu qədər 1K satışın qabağında qiymət niyə yüksəlibdir? Niyə yüksəlibdir? Deməli, yəqin ki, burada absorption var. Tələyə düşmüş traderlər var yaxud. Burada satıcılar satmaq istəyiblər, sata bilməyiblər. Yəni daha böyük oyunçu qiyməti çöndərir yuxarı istiqamətdə və artıq burada baxasınız, önəmli bir zonada baş veribdimi, VWAP-ın harasındadır. Bunlara baxıb analizlərinizi uyğunlaşdırıb artıq deyəsiniz ki, həmən buradan daxil olmaq istəyirəm yaxud da ekstra bir başqa bir təsdiq gözləmək istəyirəm yüksəliş yönlü, amma bu sizə xəbərdarlıq verir ki, yəni burada nəsə baş verə bilər. Bunlar artıq sizin göstəriciləriniz olacaq, köməkçi göstəriciləriniz. Artıq marketi oxumaqda ekstra təsdiqləriniz olacaq əlinizdə. Məsələn, burada görürük ki,
Burada nə var? Bu yüksəliş şamının deltası mənfidir, görürsüz aşağıda. Bu şamın mənfi deltası var, ondan sonra yüksəlibdir. Sonra bu şamın deltası müsbətdir 47, amma şamın özü düşüb, aşağıda qapanış verib qırmızı. Yəni bu alırlar, insanlar alırlarsa, alıcılar daha güclüdürsə, qiymət niyə düşməyə başlayır aşağı? Daha sonra burada bu şam yüksəliş şamıdır, amma görürük ki deltası mənfidir. Yəni satıcılar daha baskındırsa, qiymət niyə qalxır? Ondan sonra yüksəliş gəlmə ehtimalı var. Yəni tək başına bu yetərli deyil. Bununla trade eləsəz böyük ehtimal ki uğurlu olmayasınız. Yəni bunu kontekstinizlə, analizlərinizlə birləşdirib önəmli zonalarda gələndə, hər yerdə gələndə yox, önəmli zonalarda gələndən sonra artıq istifadə edə bilərsiniz və ekstra özünüz footprint təsdiqləri əlavə edə bilərsiniz bunun yanına. Yəni footprintdə limit yoxdur. Niyə? Çünki footprint şahmat kimidir. Hər bir daşın gedişini öyrəndikdən sonra marketi mat etmək üçün milyonlarla ehtimal yarada bilərsiniz. Yəni bunlar hamısı bir gedişdir. Məsələn, atın həmləsi, delta nə idi? Məsələn, tutaq ki, vəzirin həmləsidir. Başqa nə var orada? İmbalans var, indi görərsiniz imbalans içərisində. Onlar məsələn piyonların həmləsidir. Yəni hərənin bir gedişi var da şahmatda. Biri Q hərfi gedir, biri nə bilim plus gedir, biri çarpaz gedir. Bunların hamısını biləndən sonra artıq siz rəqibinizə qarşı bir strategiya qura bilirsiniz. Bu da həmçinin order flow-un o şahmat daşları tərəfi bizim nəyimizdir? Footprintimizdir. İnşallah başa çala bildim inşallah sizi. Footprint çox adama çətin gəlir. Əslində asandır. Yəni burada heç nə riyazi bir şey hesablaya bilmirsiniz. Bunların hamısını zaten platforma bizə özü göstərir. Yəni burada footprintdə görə bilirik. Məsələn, ən çox həcmli olan yerin oturub hesablamırıq hardadır. Baxın, göstərir özü qrafikdə bizə. Sizə verdiyim templatedə. Məsələn, deltaları görə bilirik burada. Məsələn, alış deltasıdır. Alış deltasından sonra yüksək bir alış deltası gəlib, ondan sonra şam aşağı getməyə başlayıb. Yəni burada nəsə bir temalar var. Sonra nəyimiz var? Baxıb görürük ki, burada böyük bir yüksəliş baş veribdir. Breakout gəlibsə əgər bir yerə, baxırıq görürük ki, həqiqətən alış deltasında olubdur məsələn. Sonra məsələn burada nəyimiz var? Nəyimiz var? Tak. Baxırıq görürük ki, buradakı qırmızı şamlar yavaş-yavaş alış deltasına keçir. Nəsə burada yığılmalar, sıxışmalar baş verir. Sonra oralar qırılır. Yəni bunlar hamısı danışacağam, prosta yəni göstərmək istəyirəm. Yəni burada heç bir şey hesablamıram. Oturub bütün gün hesablamıram ki 0.1 56 neçədir. Belə ömrü keçməz uşaqlar. Yəni mən o vaxtları footprintə keçməməkdəki ən böyük səbəbim riyazi bir şey zənn eləyirdim. Deyirdim ki, ayda riyaziyyatdan zəhləm gedir. Orada footprintdə hər şeyi hesablayacağam bir də. Elə şey yoxdur yəni burada. Belə uğurlu uşaqlar, yeni dərslərdə görüşənədək.